Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün yenə gündəm doludur və diqqət çəkən hadisələr bir-birini əvəz edir. Aktrisa ilə iş adamı arasında qalmaqal böyüyür, şikayət etsən, maşınla üstündən keçəcəyəm deyə hədələndiyi iddia olunur. İddiaya görə aktrisa onu 16.000 manatlıq dələduzluqda günahlandırır. Bu işin arxasında hansı gizli məqamlar var? Şok hadisə. Bakıda gənc oğlanla 14 yaşlı qız hamamda dəm qazından zəhərlənib. Hadisə sosial şəbəkələrdə ciddi suallar doğurur. Azyaşlı qızın onunla nə işi var idi? Təfərrüatlar araşdırılır. Təhsil sahəsində də dəyişiklik var. Azərbaycanda 1-ci sinfə qəbul qaydalarında yenilik edilib. Valideynlər üçün proses daha da çətinləşəcəkmi? Ən son və dəqiq xəbərləri izləmək üçün bizi izləmədə qalın. Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevaya qarşı dələduzluq edilib. Aktrisa bildirib ki, Günəşli İnşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirib. No Comment az xəbər verir ki, Abdullayeva pulunu istədiyi zaman isə iş adamının onu təhqir etdiyini deyib. Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Deyir ki, artistsən, artistlik etmə. Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Hədə qorxu gələrək deyir ki, bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür. Şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəyəm. 35 ildir Azərbaycan mədəniyyətinə xidmət edirəm. Heç vaxt ağlıma gəlməzdi ki, hansısa şirkət sahibi məni aldadar. Pulumu dələduzluqla əlinə keçirər. Bir gün YouTube sosial platformasında gördüm ki, Günəşli İnşaat əmtəki minimum ödənişlə, qalanı isə hissə-hissə ödəməklə həyət evləri tikir. Yarı pulu ödənildikdə ev təhvil verilir, qalan pul içində yaşayaraq ödənilir. Bu elan diqqətimi çəkdi. Ofisləri Hövsanda idi. Gedib maraqlandım. Dedim ki, mənə ərazini göstərin. Aparıb Türkan Hövsan yolunda bir məhəllə göstərib dedilər ki, buranı biz salmışıq. Küçəyə baxanda bilinirdi ki, köhnə məhəllədir. Orada yarı tikili evlər, qum, daş görüb inandım. Sən demə, o məhəllədə 5-10 ev tikiblər. Məhəlləni bunlar salmayıb. Ofislərində gəldik. Müqavilənin notariusda bağlanılmasını təklif edəndə dedilər ki, ofis şəraitində bağlayacağı. Pandemiyadan sonra 5 iyun 2023-cü ildə sonuncu 1500 azını ödədim və gördüm ki, bunlar heç bir daşda mənim üçün almayıblar. Artıq pandemiya bitdi. Nə iş görüldüyünü soruşduqda ilk göstərdikləri yeri deyil. Digər yerlərdə başqaları üçün tikdikləri, onların qəbul etmədiyi yarı tikilləri göstərərək bunu sənin üçün bitirək dedilər. Dedim ki, başlayın, bitirin. İnşaat rəhbəri Firutan Məmmədov dedi ki, qalan pulu da ver tikilini bitirək. Mən etiraz etdim ki, sən iş görməyə məndən hələ də pul istəyirsən. O ildən bu ilə mən Günəşli İnşaatdan nə pulumu ala bilirəm, nə də evimi. Ümumi yazısı qolu ilə Firutan Məmmədova 13.350 az manat pul ödəmişəm. Hələ yazısız ödədiklərim də var. Deyirdilər ki, özümüzdə qeyd edirik. Təxminən 16.000-dən çox pulumu ələ keçiriblər. Bugün həmin şirkətin nə ofisi, nə kompüteri, nə də işçiləri var. Aktrisa bildirib ki, iş adamından çox müştəri şikayət edib. O iş adamının ona 16.000 manat ödəməli olduğunu söyləyib. Firutan Məmmədov haqda sosial şəbəkələrdə, saytlarda, internet səhifələrində bütün məlumatlar var. Mən hələ sonuncuyam, gör mənə kimi nə qədər insan ondan narazıdır. Tutaq ki, mən yalan deyirəm, bəs bu qədər insan da yalan danışır. Onun səs yazıları da məndədir. Hamısını lazımı orqanlara vermişəm. Cəmaatı təhqir edir. Mənim tanıdığım 88 insan ondan şikayət edib. Mən onu nə təhqir etmişəm ki? Demişəm ki, pulumu ver də. Sənin nə ofisin var, nə də ödəniş cədvəlin. Göstər də ofisini, gəlib orada çəkiliş etsinlər. Günü günə satır, həftəni aya calayır. Hami bilir ki, o çoxdanın dələduzudur. Bilirəm ki, əvvəl-axır həbs olunacaq. Dövlətimizə, onun qayda qanunlarına inanıram. Onun heç bir sözü bir-birinə uyğun gəlmir. Mən pulumu istəyirəm.
Deyir ki, pulum yoxdur, gəl öldür məni. İşçiləri onu qoyub qaçıb. Bu insanın möhürlü peçatı da saxtadır. Bir torpağı 10 nəfərə satan insandan nə gözləyəsən? Başqasının evini göstərib mənə deyir ki, sənin üçün tikmişəm. Özünü xeyriyyəçi kimi göstərir. Hələ də YouTube-dan reklamlarını yığışdırmayıb, hələ də ona inananlar var. Aidiyyatı orqanlar onun bu əməllərindən xəbərdardırlar. Onu bütün Hövsan, Suraxanı tanıyır. Bakıda 2 nəfər dəm qazından zəhərlənib. Oxu Azın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Bağırov küçəsi ev 30-da baş verib. Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmədoğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mətxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Y. Atalay ölüb, Təranə Bəkirova isə ağır vəziyyətlə xəstəxanəyə yerləşdirilib. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırmalar aparılır. Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Nocoment az xəbər verir ki, qaydalarda sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb. Belə ki, sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək. Dinləyib anlama bacarığı. Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa 3-5 cümlədən ibarət mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir. Rabitəli danışma bacarığı. Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlə qurmalıdır. Söz ehtiyatı. Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki, meyvə, tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı, xüsusiyyət bildirən sözlərdən istifadə etməli, rəngləri adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli, ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir etməlidir. Hərf və səsləri anlama və tələffüz etmə. Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı, böyük və kiçik, danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir. Qeyd edək ki, komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.